Salam dostlar, bugün sizlərə ONX birjasının airdropunu təqdim edirəm. Deməli, 100% qazanc əldə edə biləcəyiniz bir airdropdur. Airdrop barəsində hər bir şeyi sizə başa salacağım. Deməli, diqqətlə videonu izləməyinizi və videonu bəyənməyinizi sizdən xahiş edirəm. Deməli, link videonun rəylər qismində yerləşdirilib. Həmən linkə daxil olan zaman sizdə belə bir qeydiyyat bölməsi açılır. Həmən bu qeydiyyat bölməsindən dostlar yuxarıda bireysəlliyi seçirsiniz. İngilis dilindədirsə individual seçirsiniz. Burada ad, soyad və digər məlumatların hamısı doğru olmalıdır. Çünki növbəti mərhələdə biz coinləri aldıqda KYC, yəni şəxsiyyət vəsiqəmizlə təsdiqləyib çıxarış edəcək. Ona görə də bütün məlumatlar düzgün olmalıdır. İsim bölməsinə adınızı, soy isim bölməsinizə familiyanızı, elektron poçt bölməsinə elektron poçt ünvanınızı, doğum tarixi bölməsinə doğum tarixinizi doğru formada qeyd etməlisiniz. Ölkə olaraq Azərbaycan yazdıqda çıxır, nömrənizi qeyd edirsiniz və şifrə. Aşağıda yazılan referans kodu bölməsinin yanındakı üçbucaq işarəsinə basaraq referans kodunu da videonun rəylər qisminə yerləşdirəcəm. Həmən o referans kodunu ora daxil edirsiniz və qeydiyyat olmuş olursunuz. Qeydiyyat olduqdan sonra dostlar belə bir yer açılır. ONX borsasının ara üzüdür, yəni ana səhifəsidir. Bizə burada lazım olan hissə buradakı 3 xəttdir. Həmən 3 xəttin üzərinə vurursunuz. Burada göründüyü kimi social fee var, bölməsi var. Həmən social fee bölməsinin üzərinə basırsınız. Burada bizdən bəzi tapşırıqları həll etməyimizi istəyir. Məsələn, tapşırıqlar sırayla başlayır. Məsələn, Twitter adresini quraşdır. Ondan sonra Twitterdə bunların öz səhifələrini takib et və hər tapşırığa da yuxarıda bunların öz ONX tokeni var ki, həmən o tokeni verir. Bundan əlavə Discord bölməsində də yenə Discord adresini quraşdır, yəni Discordu quraşdır. Telegramı quraşdır, yəni digər Facebook, Instagram və digər tapşırıqlar var. Tapşırıqların hamısını etməyinizi tövsiyə edirəm ki, daha çox net coin, yəni ONX coin qazanmış olarsınız və birjada daha çox qazanmış olarsınız. Yəni bunların öz coinin adında Next coin sayılır. Həmən bu Next coinləri biz yığmalıyıq. Bu qədər dostlar, hər hansı sual yaranarsa, burada da yığdıqdan sonra yuxarı hissədə claim bölməsi açılır. Buradakı tapşırıqları hansısa birisini etdikdən sonra yuxarıda claim bölməsinə basaraq öz Next coinlərinizi yığmış olursunuz. Bu qədər, sağ olun, sağlıqla qalın.